bir liderlik ambisiyası vardı. Onu mən hiss edirdim, bir liderlik ambisiyası vardı. Yəni prezident olmaq istəyərdi hətta, eləmi yəni? Bəlkə də. Yəni baş nazirin birinci müavini, liderlik deyəndə yəqin ki... Onu elan eləməz ki, onu göstərməz ki, amma o ambisiyanı mən hiss edirdim ki, bu liderlik istəyindədir, liderlik arzusundadır və Millioner İttifaqına qoşulmaq, oradakı olaylar, bunlar hamısı o dediklərimizin elə bil ki, bir ətrafında bir əsaslardır ki, biz bunları müşahidə elədik. Və təbii ki, bu qəbul olunmaz. Sən burada işləmirsən, Ulu Öndərin vaxtında etimad göstərilibdir. Prezident İlham Əliyevin vaxtında sənə etimad göstərilibdir. Yəni o getməli idi və Moskvaya gedəcəkdi, mən bunu bilirdim. Yəni Moskvanın adamıdır mı? O Moskvanın. Elə mi? Hə, birbaşa Moskvanın adamıdır və indi mən hesab edirəm ki, məsələn, bəlkə də verilişin də başlığını deyəsən belə qoymuşsunuz, Moskvanın. Verəcəkmi? Bəli, bugün sual xüsusilə budur. Deməli, əziz tamaşaçılar. Mən deyəcəm ki, yox, verməyəcək. Eləmi? Verilişimizi bəyənin və paylaşın, əziz tamaşaçılar. Hər halda dediyim kimi, Sabiq Maliyyə Naziri Fikrət Yusifov efirimizdədir və Abbas Abbasovu biz təbii ki, Wikipedia üzərindən tanıyırıq. O isə həyatda tanıyıb, kimdir, nəçidir. Deməli, bu barədə danışırıq. Və Moskvanın adamıdır deyir. Moskvanın adamı deyir. Zaten də... Tək demirəm, Ləman xanım, mən bunu gözümlə görmüşəm Moskvada. Məsələn, onun Çernobıldan münasibətlərini görmüşəm, onun baş nazirin digər müavinləri ilə görüşlərində iştirak eləmişəm, görmüşəm. Yəni, bu bir şey nətərdir? Bir var, bir müttəfiq bir respublikanın, belə deyək də, Sovet dövründə olmuş bir respublikanın baş nazirinin müavini Rusiya baş naziri ilə hansı səviyyədə görüşə bilər, hansı səviyyədə danışa bilər. Müəyyən o mətbəxdə ölçülər var da, ondan yuxarı, ondan qat-qat yuxarı. Yəni, o qədər yaxın olmalısan ki, sənlə bu təmaslar bu səviyyədə qurulsun. Mən bunu gözümlə görmüşəm ki, o özününki kimi qəbul edilirdi. Yəni, biraz obrazda desə... Doğmaydı. Doğma kimi. Doğmalar. Bunu mən görmüşəm. Buna görə... Bəs niyə verməz deyirsiniz? Yəni, Putin onu Azərbaycana təhvil verməz deyirsiniz, elə mi? Kim özünün kimi verir? Nə bileyim, bəzən biri deyirlər ki, biraz baha sata bilər, belə fikir var da ki, baha sata bilər, məsələn. Bütün hallarda istisna olunmayan variantdır, amma gərək onun bir söhbəti olsun da, yəni danışıqları olsun. Müqabilində qarşı tərəf hansı yəqin ki, bir istəklərini reallaşdırmağa çalışır. Və bu hadisə üçün önəmli olsa, yəqin ki, Azərbaycan hökuməti çalışacaq ki, onu geri alsın, yəni gətirsin Azərbaycan. İndi bilmirəm, bu xəbər maraqlı gəldi mənə, günün səsini yaydığı ki, Türkiyədə idi. Azərbaycan hakimiyyəti, Azərbaycanın, belə deyək də, təhlükəsizlik orqanları var, təhlükəsizlik xidməti var. Belə baxanda kimin harada olduğunu bilə bilərlər. Məsəl üçün, o xəbərdə deyilir ki, Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı. Bəyəm bunu belə elan etmədən, Abbas Abbasov axtarışa verildi demədən o işi məxfi şəkildə həll eləmək olmazdı. Məsəl üçün, Abbas Abbasovun yeri bəlli, yurdu bəlli. Yəni, ya Moskvadadır, ya da ki, yəqin ki, bilirlər ki, evlatları Türkiyədədirsə Türkiyədədir. Bunu belə məxfi şəkildə gətirmək olmazdı mı? Bu məlumatın nə dərəcədə doğru olduğunu mən bilmirəm. Onu kim yazırsa, o bilir. Amma mən sizə deyim, Abbas Abbasovu yaxın tanıyan adam kimi mən sizə deyim. Bu hadisələr baş verəndən sonra Millioner İttifaqının adı bu hadisədə, yəni bu cinayət işində hallandırılandan sonra mən heç şübhə eləmirəm ki, Abbas Abbasov 2 dünya bir araya gəlsə Türkiyəyə getməzdi. Getməz. Onu bilmirəm, orada olmağı nə dərəcədə doğru söhbətdir. Getməz. Abbas Abbasov çox, belə deyək də, ayıq adamdır. Yəni, və hesab edirəm ki, o bu risk etməzdi. O bu risk etməzdi, ne biləm, mətbuat hardan yazıb, hardan öyrənib, bəlkə də məlumatlar dəqiqdir, bəlkə də hansısa bir nəyəsə söykənib gedibdir, yəni bir qədər arxayıcılıq olub gedibdir. Amma bütövlükdə bu işin ortada olduğu bir dönəmdə onun oraya getməsi qeyri-mümkün. Yəni Ramiz Mehdiyevlə bağlı məsələ ki, gündəmə gələndən sonra o işini biləcək. Söhbəti ortaya çıxan kimi Abbas Abbasovun Rusiyadan Türkiyəyə getməsini məndən sonra mümkün deyil. Heç vaxt, belə deyən, sıralı bir adam deyir ki, o hər şeyi ölçməyi, biçməyi bacaran bir adamdır. Zamanı ilə də çox bir
belə kəşməkeşli bir həyat yolu keçibdi. Yəni belə deyirlər də, bizdə el dilində deyirlər, qazdan ayaq adamdır. Qazdan ayaq. Hə, qazdan ayaq adamdır. Yəni o özü üçün elə bir səhvə yol verməz. İndi siz onda mən həm də sizin cavabınızdan belə bir sual yaranır da. Yəni Türkiyədə olsa Türkiyə onu verərdi deyirsinizmi? Həmin məntiqlə Gültəkin Hacıbəylini Türkiyə verəcəkmi? Çünki bu məsələ bugün çox ciddi şəkildə müzakirə olunur. Ötən gün bilirsiniz ki, Gültəkin Hacıbəyli hətta Rəcəb Tayyib Ərdoğana müraciət elədi və hətta Boraltan hadisəsi ilə özünü müqayisə elədi. Bilməm, müqayisə nə qədər doğrudan da müqayisəyə gəlir, gəlmir bu öz yerində. Amma istənilən halda Rəcəb Tayyib Ərdoğana müraciət elədi. Deyirsiniz, bütün bunlara rəğmən veriləcək. Hara müraciət eləsin, kimə müraciət eləsin. Siz Türkiyə ilə Azərbaycan münasibətlərində bilirsiniz. Yəni, bugünkü Türkiyə hökuməti ilə, Ərdoğanla, Cənab Ərdoğanla bizim prezidentimizin şəxsi münasibətlərində bilirsiniz. Yəni, bu proses bir qədər uzana bilər. Yəni, deyək ki, orada bir prosedur qaydalar var. Hansısa bunlar keçilməlidir, parlament baxmalıdır, neynəməlidir. Deyəsən, baxdılar, qutardılar, bitirdilər. Amma heç zərrə qədər şübhə eləmirəm ki, 5 gün, 3 gün gələcəkdir bunu, deportasiya edəcəkdir. Yəni, gələcəkdir, bu sıradan bir məsələ deyil, bu əməkdaşlıq yüksək səviyyədədir. Türkiyə ilə bizim hər səviyyədə olan əməkdaşlığımız, yəni təhlükəsizlik oradan əməkdaşlıq yüksək səviyyədədir. Yəni, Gültəkin Hacıbəyli nəsə deyə bilər, nəsə orada kiməsə müraciət edə bilər, özünü kiminləsə müqayisə edə bilər. Amma o gələcəkdir, onu gətirəcəkdir. Mən hələ nə qədər şübhə eləsəm də, yəni Abbas Abbasovun o çevikliyinə, çapıqlığına bələd olsam da ki, onun gəlməsini, yəqin ki, orada çıxıb da artıq rəsmi dairələrdə müəyyən iş aparır ki, onun birdən verilməsi söhbət olarsa, bu baş tutması. O belə çevik adamdır. Amma hesab edirəm ki, siz demişkən, lazım olsa, bəlkə də ən yüksək səviyyədə onun verilməsi razılığı əldə olunacaq. Fikir edirəm, deməli, bu mövzuya biraz da fərqlə yanaşaq. Baxın, deməli, Ramiz Mehdiyev işi çərçivəsində Ramiz Mehdiyev hazırda ev tutsaxlığındadır. Hətta o cəmiyyətdə bir suallar doğurur ki, niyə villasında yaşı ilə, filan ilə əlaqələndirdilər, başa düşüldü. İkinci saxlanılan adam Əli Kərimli oldu. Yenə də cəmiyyətdə dedilər ki, anlamadıq, yəni Ramiz Mehdiyev məsələsində daha iri fiqurlar var. Yəni bir müxalifəti sonra da sağ tuta bilərsən. Amma məsəl üçün orada daha iri fiqurlar var. Tutaq ki, Əli Həsənovun digərlərinin adı çəkilir. Üçüncü indi adı çəkilən adam gəldi, Abbas Abbasov oldu. Buna da əlimiz çatmır. Siz də deyirsiniz ki, Putin heç verməyə də bilər. Yəni bu da belə. Yəni bütün bunlar belə bir qədər çoxlu suallar doğurur, çoxlu. Doğrudur, mən düşünürəm ki, hələ qarşıda 2 ay var. Məsəl üçün, Ramiz Mehdiyev məsələsi hələ 2 aydır da, yəni ki, gündəmdədir. Hələ 2 ay bunun ev dustaqlığı və istintaqı gedəcək. Bu müddət ərzində daha bir neçə isimləri biz yəqin ki, eşidəcəyik. Amma hələ ki, ortalıqda olan bu 3 adamdan bir dənə həbsə atlanı Əli Kərimlidir. Bu da dediyim kimi üçüncü bir adam da Abbas Abbasov, əlimiz çatmır, ünümüz yetmir. Cəmiyyətdə çoxlu suallar yaranır o zaman. Çoxlu suallar. Biri deyir, bu nə bilim şou xarakterlidir, hərçənd mən buna özümü öldürsəm də inanmaram. Amma orada da müəyyən faktları çıxardıb qoyurlar qarşıya. Deyirlər ki, niyə 2005-ci ildə falan da nə bilim Əli İnsanov giləndə, Fərhad Əliyevə də eyni maddələri qoyub sonra götürmədilər mi? Yəni, həqiqətən adam bütün bu proseslərin içindən çıxmağa çalışır və bir yön tapa bilmir. Necə düşünürsünüz siz bu məsələləri? Nə baxalım, birinci Ramiz Mehdiyevlə bağlı. Onun həbs olunmaması, yəni onun həbs müddətini evində keçirməsi ilə bağlı. Biraz kəsə deyəcəm, yəni kəskin çıxacaq bu söz. İstintaqa Ramiz Mehdiyevin ölməsi lazım deyil. İstintaqa lazım ki, Ramiz Mehdiyev yaşasın. Ramiz Mehdiyevin yaşı bəllidir, neçə yaşı var? Bəli, 80 ətrafında. 80 ətrafında. 90-lı? 90-ın ətrafında, bəli. O 87 yaşda. 87, bəli. 87 yaş, bu adam, indi yəqin ki, səhhətində də bir çox problemlər var. Bu adam o şəraitdə, yəni dustaqxana şəraitində, həbs şəraitində
orada həyatını qeyb edə bilər. Ancaq bu işin əhəmiyyəti, bu işin açılması zaman tələb edir və bu iş çox ciddi bir məsələdir. Mən keçən verilişlərin birində də dedim, Dövlət Təhlükəsizlik Xidməti bu işin çoxdan tədqiqatını aparır, bu işin istintaqını aparır. Biz indi 2 ay bundan qabaq bu məsələnin belə deyək də cəmiyyətə bəyan olunduğunun şahidi olduq. Amma bu işin yəqin ki, uzun müddətli bunun tədqiqatı gedir, araşdırması gedir və çox ciddi faktlar ortadadır. Və indi təbii ki, cəmiyyətdə bir şey necədir? Hər kəs öz baxışını bölüşür da. Görəsən, Ramiz Mehdiyev niyə tutulmadı? Ramiz Mehdiyev tutulsa, o şəraitdə öləcəkdi. Amma istintaqa onun ölməsi lazım deyil. İndi Abbas Abbasovun gətirilməsi lazım olsa, belə deyək də, son nöqtə hər şey gəlib, bir çox şeylər ona sökənsə ki, onun burada olması bir çox kartların da açılmasına səbəb olacaqdır, yəni istintaqa cəlb edilməsi. Bunda yəqin ki, ən yüksək səviyyədə, ali səviyyədə bu məsələ müzakirə olunacaqdır Rusiya rəhbərliyi ilə və onun gəlməsinə hər hansı bir formada razılıq əldə olunacaqdır, o gələcəkdir. Gültəkin Hacıbəyli ilə problemi yoxdur. Əli Kəriminin tutulması, da yəni bu da hesab edirəm ki, yetərincə faktlar ortadadır ki, o neçə nətərdir, Ləman xanım, mən bir şey deyim sizə. Əli Kərimlinin bir tək maliyyə imkanları hələ 90-cı illərdəki maliyyə imkanından söhbət edirəm mən. Yəni, mənim işlədiyim dövrdəki maliyyə imkanları, təbii o büdcədə maliyyələşmirdi ki, o vaxt siyasi partiyaları büdcədə bizi maliyyələşdirmirdik. Bununla maliyyə imkanları hədsiz bir ölçülərdəydi. Bundan mənim məlumatım vardı. Və bunu kimsə maliyyələşdirdi. Bir dəfə bizim rəhbər vəzifəli işçilərin birinin bir üzür yerində söhbətinin şahidi oldum. Keçmiş baş nazir Fuad Quliyevin. Ona bir nəfər dedi ki, bu Əli Kəriminin bu qədər pulu hardandır, 7-8 özünü Cangüdən saxlayır, nə bilim. Bir çox faktlarda, yəni uşağını xaricdə oxudur, bu imkanlar hardandır. Yəqin ki, buna ayda 1 milyon pul verirlər. O bir söz dedi ki, 1 milyon onun üçün adi belə deyək, siqaret, semişqa, saqqız puludur. Yəni, bu qədər pul hardan gələ bilər, hardan verilə bilərdi? Deməli, bu o kolonun adamı olubdur ki, oranın adamı olasan, oranın üzvü olasan, oranın bir parçası olasan ki, sənə bu qədər pul verirlər. Mən hesab edirəm ki, Əli Kərimlinin orada tutulması sıradan bir məsələ deyil. Yəni, onun yetərincə əsasları var. İndi onun müqavimət göstərməsi ilə ki, mən hara, Ramiz hara deməyi ilə deyil ki. Bəs o qədər pul səni kim verirdi? Hardan alırdın? Hardan gətirirdin onları? Sobri Əli, hakimiyyətdəki Əli və Ramiz Mehdiyevin sağ qanadı deyək, sol qanadı deyək, qanadlarından biri deyək. Adamlar da deyir ki, o da Qasım, bu da Qasım. Necə olur, biri tutulur, biri qalır. Növbə gələcək mi sizcə? Mən hesab edirəm ki, ona da növbə gəlməlidir və hesab edirəm ki, elə Ramiz Mehdiyevin bir balaca forması da, biraz vəzifəcə balaca forması, yığcam forması Əli Həsənovdur. Ona görə o da meydana gəlməlidir.